Əziz dostlar, tamaşaçılar, hamınızı salamlayıram. Hər vaxtınız xeyir olsun. 7 fevral 2026-cı ildə sizə bir mənzil təqdim edəcəm. Kester rayonunda, Alanya Kester rayonu. Deməli, bu rayon Alanyanın ən sakit rayonlarından biridir. Gördüyünüz bu binada 2 otaqlı mənzilə baxacağıq. Böyük mənzildir, geniş mənzildir. Dəniz qarşı tərəfdədir. Dənizə məsafə hardasa 150 metr. Maksimum 150 metr məsafə, çox yaxındır. Arxa tərəfdə yola çıxdığınız zaman orada mağazalar, restoranlar, kafelər, burada da binalar, otellər var bu ərazidə və enirik binanın ərazisinə. Bina 8-9 yaşındadır hardasa, 2017-2018-ci ildə inşa olunub. Hovuzu hər zaman çalışır. Burada belə bir visilər filan. Aidatı 2000 TL'dir. Binanın aidat ödəməsi 2000 TL'dir. Aidat haqqında mən çox az danışıram adətən. Bundan sonra videolarda aidatı da deməyə çalışacağım. Aidat yəni binada olan aktivitelər, məsələn hovuz, qapalı hovuz, sauna filan, onların baxımı üçün və digər məsələlər üçün insanlardan, sakinlərdən toplanılan aylıq pul ödəməsidir aidat. Orada binanın yöneticisi olur, onun maaşı daxildir və s. və s. Qısa olaraq anlattım. Yəni bura elektrik, su, internet daxil deyil. Bunu ayrı ödəyirsiniz. Burada belə bir oturma yeri var, kamelya, mangal zonası və uşaq oyun yeri. İndi isə daxil olaq binanın içinə. Bəli, qapıda şifrəni yazdıqdan sonra daxil oluruq binanın giriş hissəsinə. Bir dənə lift var burada. Və əziz dostlar, burada belə bir məsələ var. Binada yaşayan sakinlərin çoxusu xaricdə olduğuna görə, az-az gəlib getdiyinə görə, baxın, qapalı hovuzu var, amma heç istifadə olunmayıb. O cümlədən burada qapalı infrastruktura, indi deyəsən təmir olacaq burada. Yəni bunlar hamısı bina sakinlərinin qərarı ilə istifadəyə verilməlidir ki, bu il çalışmır. Belə dedilər mənə, hamamdır bura. Çünki gələnlər azdır. O yüzden biraz baxımsızdır bura. Onu yəni qeyd eləmək lazımdır ki, sakinlər az istifadə edir, uzun zaman istifadə olunmur, biraz baxımsız ola bilər. Bura buxar odası, bu da saunadır. Qaranlıq olduğuna görə böyle baxaq. Və gedirik mənzilimizə doğru. Burada lifti basıb çıxacağıq mənzilimiz olan mərtəbəyə. Belə bir düyməyə bastıq, qapı açıldı və belə panoramalı, yüzgülü bir liftə daxil olduq. Qalxırıq yuxarıya. Bu mənzilimizin qapısıdır, baxın. Belə qəşəng yaşıl maraqlı qapıları var, dəmir qapılar. İndi içəri daxil olacağıq. Bəli, əziz dostlar, mənzilə daxil olduq. Mənzil 1+1, amma aşağıda demişdim, çox böyük mənzildir, geniş mənzildir. Televizor da işə düşdü. Deməli, başlayaq sağ tərəfdən. Sağda böyük sanuzol, geniş duş kabin, paltaruyan maşın buradadır. Ümumi qızdırıcı sistem qoşulub burada. Belə bir girişdə geniş hissə var paltar asmağa. Yəni indi belə mənzillər, açıq danışmaq lazımdır, çox azdır. Çünki mənzil böyükdür. Bu mənzilin sahibi sağ olsun bizə güvəndilər ki, bizim evimizi siz satışa sunun, siz satın. Buradan ev sahibinə salamlayıram və davam edirik. Amerikan mətbəx, texnika hamısı Türk markası olan Vestel'dəndir. Ev doğrudan da geniş, işıqlı. Orada böyük panoramik şüşələr var, pəncərələr. Yəni buradan balkonu da genişdir, göstərəcəm. Hətta dəniz mənzərəsi də var. Ev remont çox tələb eləmir. Bəlkə biraz divarları boyasan, tərtəmiz, geniş evdir. Belə kvadrat metrli evlər demək olar ki, yeni binalarda rast gəlmək çox nadir hala çevrilib. Hardasa burada 75 kvadrat metrdir. Balkonla bərabər və s. İndi isə otağa daxil oluruq.
Gözəl işıqlandırma sistemi, baxın. Maraqlı. 2 nəfərlik yataq. Lazım olan hər şey var. Divarlar burada divar boyası, divar kağızıdır. Burada da kondisionerimiz yuxarıda, Vestel markası. Yəni ev çox geniş, səliqəli, mənim çox xoşuma gəlir. Yəni belə giriş hissə çox evlərdə olmur. Yeni binalarda biraz evlər kvadrat metr olaraq balaca olur. İndi isə balkonu göstərim sizə. Balkon doğrudan da çox böyükdür. 2 otaq mənzil üçün mən Türkiyədən söhbət gedir, Alaniyadan söhbət gedir. Buralarda belə böyük balkona rast gəlmək əlbəttə ki, nadir hallarda olur. Yəni buranı bağlasan, bura böyük bir otaq əvəzi olacaq. Və aradan dənizi görmək mümkündür. Baxın. Önü də tam olaraq açıqdır. Belə, əziz izləyicilər, dostlar, Alanya Kestel məhəlləsi, dənizə 150 metr məsafədə 2 otaqlı mənzil, qiyməti artıq yazmışam, 98.000 avro, axırda qeyd eləyirəm. Bazarlıq var, ciddi alıcılar olarsa müraciət edin. Bu evin anahtarları, açarları məndədir. İstəyən əlaqə saxlasın, baxsın və bu evin sahibi olsun inşallah. Bununla videomu yekunlaşdırıram. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.